Ərkivan Xeyriyyə Cəmiyyəti necə maliyyələşir? Toplanan pullar kimlərə, nələrə xərclənir? Xərclənən pullara kimlər nəzarət edir? Bir çoxlarına bu suallar düşündürür. Ərkivan Xeyriyyə Cəmiyyətinin iş mexanizmi ilə bağlı məlumat vermək istəyirəm. Xeyriyyə Cəmiyyəti maddi yardım, elm və təhsil, idman və gənclər, dini məsələlər, mədəniyyət, kütləvi tədbirlər və təftiş komissiyalarından ibarətdir. Hər komissiyanın öz sədri, sədr müavini və üzvləri vardır. Biz könüllülük prinsipi əsasında üzvlük pulları yığırıq. Böyük tədbirlərimizdə, aksiyalarımızda isə iyanələr toplayırıq, bununla bağlı aksiyalar keçirdirik. Hər ayın 1-i 5-i aralığında üzvlük pullarımızın yığılma vaxtlarıdır. 5 manatdan 500 manata kimi ərkivandan olan xeyriyyəçilər öz yardımlarını eləyirlər. Bizim aktiv WhatsApp qrupumuz vardı. Xeyriyyəçilik etmək istəyənlər bu qrupun üzvüdür. Əgər sizlərdən də kimsə bizim işlərimizdən yaxından bilmək istəyirsiniz, işlərimizi görmək istəyirsiniz, müzakirələrimizdə iştirak etmək istəyirsinizsə, bizim WhatsApp qrupuna qoşula bilərsiniz. Hər ayın 1-dən 5-i aralığında öz üzvlük pullarınızı ödəyirsiniz qəsəbəmiz naminə və bizim ailənin üzvü olursunuz, işlərimizlə yaxından tanış olursunuz. Kim üzv olmaq istəyirsə, Xeyriyyə Cəmiyyətinə, WhatsApp qrupumuza qoşulmaq istəyirsə, 077 322 66 WhatsApp qrupuna yazsın, biz onu öz qrupumuza əlavə eləyək və birlikdə ərkivanımız naminə, qəsəbəmiz naminə, onun gözəlləşməsi naminə çalışalım. Təşəkkür edirəm.